Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub. Yenavaz.com xəbər verir ki, DSMF tərəfindən ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı keçirilən tenderin qalibi Alim Yusifoğlu Qiyasov olub. DSMF Alim Qiyasova məxsus 5590 kvadrat metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürəcək və icra haqqı olaraq 1.305.840 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, aylıq icarə haqqı 108.820 manat olacaq. İcarəyə götürülən obyektin 1 kvadrat metrinin aylıq icarə haqqı 19,5 manat olub. Qeyd edək ki, Nazirlik son 2 ildə əmək bazarı və sosial müdafiə məsələləri üzrə Milli Observatoriya və Dövlət Əmək Müfəttişliyi üçün də Alim Qiyasovdan ofis sahələri icarəyə götürüb. Məlumat üçün onu da qeyd edək ki, Nazirliyin tenderinin qalibi olan Alim Qiyasov sahibkardır. Bakı şəhəri Zərgər Palan küçəsi ev 66 ünvanında yerləşən Grand Otel mehmanxanasının da Alim Qiyasova məxsus olduğu bildirilir.